Salam, Güvən 2024 test toplusundan 21.3 amin turşular, jülallar bilməsinin izahına baxacağıq. Birinci sualına başlayırıq. Alfa amin turşuları müəyyən edin. Alfa, yəni COH-a birbaşa birləşən karbon, alfa vəzdəki karbondur və ona da amin qrupu birləşirsə olur alfa amin turşu. Və burada məsələn bax, birbaşa birləşən bu karbondur və amin qrupu da həmin karbona birləşib. Ona görə bu alfa amin turşudur. Birbaşa birləşən karbon budur, amma amin qrupu bu birisi karbona birləşib, yəni o alfa deyil. Birbaşa birləşən karbon COH-a budur, buna da birbaşa olaraq amin qrupu birləşib. Deməli, bu da alfa amin turşu hesab olunur. 1-3 uyğun cavab Y variantı. Getdik ikinci sualımızda. Tərkibində bir amin, bir karboksil qrupu var. Yəni monoamin monokarbon turşusundan söhbət gedir. Monoamin monokarbon turşusunda bir NH2, bir COOH qrupbası var və ortada isə CH2 qrupbaları olur. N qədər bilmirik. Və 7 hidrogeni varsa, ikisi burada, biri də COH-da edir 3. 7-dən 3-ünü çıxıram, qalır 4. Onda CH2-miz neçədən olacaq? 2 dənə. Və nisbi molekul kütləsini hesablayanda 14 vur 2, 28, COH olur 45, NH2 olur neçə? 14 2, 16. Hamısını bir yerdə cəmləyirik, alırıq 89, uyğun cavab A variantı. Növbəti üçüncü sualda 1 mol tripeptid əmələ gəlinə neçə mol su ayrılar? Tripeptid bərabərdir. Tripeptid bərabərdir 3 mol amin turşu çıxılsın 2 mol da su. Uyğun cavab olacaq A variantı. Getdik dördüncü sualda. Hansı amin turşu indikatora təsir etmir? NH2 bərabərdir COOH olarsa sayca. Burada 2, 1 deməli təsir edir. İndikatoru göyərəcək. Ona görə buna X qoyaq. 2 dənə COH, NH2, məsələn, lakmusu qızardacaq, deməli, indikatora təsiri göstərir. Sonra 2 dənə COH, 1 dənə NH2, lakmusu qızardır, təsiri göstərir. Bir CH2, bir NH2, bu təsiri göstərməyəcək neytral mühit kimi, yəni amfoter xassədir, amma mühit olaraq neytraldır. Və bir COH, 2 NH2, burada da lakmusu məsələn göyərdir, yəni indikatorlarda təsiri göstərir, əsası mühiti verir. Uyğun cavab D variantı. 5-cidə tripeptidin 1 molunu tam hidrolizə uğramasına neçə qram su sərf olunur? Tripeptid deyirəmsə, buna 2 mol su lazımdır. Deməli, tam hidroliz olunması üçün 1 moluna 2 mol, bu da 36 qram eləyəcək. Uyğun cavab C variantı. 6-cı sualda hansı maddələr indikatora təsir göstərmir? Məsələn, Cl-5NH2 çox zəif əsas xassəli olduğuna görə indikatora təsiri yoxdur. Aldehidlər indikatora təsir göstərmir. Sonra turşu qızardır, lakmusu qızardır da, yəni digərlərinə təsir göstərir. Burada bir NH2, bir COH var, bu da təsir göstərməyəcək. Və 2 NH2, bir COH bu təsir göstərir, lakmusu məsələn göyərdir. 1, 2, 4 uyğun cavab B variantı. 7-ci sualda hansı reaksiyalar amin turşuların əsas xassəsini əks etdirir? Əsasi xassə, yəni məsələn turşu xassəsi onun efirləşməsidir, turşu xassəsi onun qələvlərlə reaksiya girməsidir. Əsasi xassə isə onun turşularla reaksiya girməsidir. Ona görə də deməli əsas xassə turşu ilə olan reaksiya, yəni yalnız 1. Uyğun cavab A variantı. Keçdik 8-ci sualda hansı maddə molekulunda azot atomu var? Alanin belə deyək, amin turşudur, NH2 qrupbası var. Götürürük. Fenolda Cl-5OH yoxdur. Tolda Cl-H5CH3 yoxdur. Anilində də var. Yəni 1 ilə 3, ikisində də NH2 qrupu var, yəni azot var. Uyğun cavab olacaq D variantı. 9-cu sualda hansı reaksiyadan mürəkkəb efir alınır? Mürəkkəb efirin alınması efirləşmə reaksiyası spirt və turşu arasında, oksigenli turşu arasında gedən reaksiyadır. Və burada da etil spirti ilə qarışqa turşusu arasında gedən reaksiyanı götürəcək. Sonra 10-cu sualda hansı amin turşu zülalların tərkibinə daxildir? Alfa amin turşular, alfa vəziyyətdə karbon, NH2 ora birləşib, alfa amin turşudur. Alfa vəziyyətdəki karbon, amma NH2 birsinə birləşib, alfa deyil. Alfa vəziyyətdəki amin turşu və amin qrupu da bura birləşib, həmin karbona. Deməli, bu da alfa amin turşudur. 1, 3 uyğun cavab, onda D variantı.
11-ci sualda deməli birləşmə üçün hansı ifadə doğru deyil? Baxırıq amin turşudur. Amfoter xassəlidirmi? Bəli. Elektrolitdirmi? Bəli. Peptid rabitəsi əmələ gətirir? Bəli. Bipolyar immun əmələ gətirir? Doğru. Beta amindir? Yox, alfa amindir. Alfa, beta şəklində yazsaq görürük alfa amin propion turşusudur. Bu yanlışdır. Bizdən də yanlış istəyir. Y variantı. 12-ci sualda deməli maddə üçün hansı ifadələr doğrudur? İndikatora təsir göstərmir. Bəli. Hər ikisində bir əsas bir turşu qrupası var. Təsir göstərmir. H-xlorla reaksiya daxil olurmu? Olur. Suda həll olmur? Olur. Olur, yəni suda həll olur. Ona görə də 1, 2 uyğun cavab D variantıdır. 13-cü sualda NH2, CH2, COH üçün doğru deyil. Deməli, natrium hidroksidindən reaksiya daxil olur. Bu doğrudur. Xlorid turşusundan daxil olmur. Bu yanlışdır. Elə B variantı burada yanlış olacaq. Çünki həm turşularla, həm əsaslar qələblərlə reaksiya daxil olur. Bu maddə üçün yenə alfa amin turşudur. Zolların tərkibinə daxildirmi? Bəli, alfa amin turşudur. Amin turşudur. 2, 3. Elə burada da 2 variantlı olduğuna görə C variantı. Suda lakmusu qızardır, təsir göstərməyəcək. Üçlü karbon atomu da yoxdur. Bu karbon ən çox şaxə çıxandır. Bu da 2 karbonla əlaqəsi var. Ona görə ikili karbon sayılır. Keçdik 15-ci sualda, deməli, xlor alfa vəziyyətdəki karbonda əvəzləmək gedir, TH2 xlor vəziyyətində. Sonra üzərinə də amoniak gələndə bu xlorin yerinə NH2 qrupası daxil olur. Yəni, amin turşu əmələ gəlmiş olur 15-də C variantı. Keçdik 16-ya. 16-cı sualda deməli, dipeptidin 4 molunu tam hidroliz eləmək üçün lazım olan suyun kütləsi istəyir. Dipeptid bərabərdir 2 mol amin turşu D, yəni amin turşunun sayını göstərir. Buradan da çıxıram, həmişə amin turşudan 1 mol az su olur. 2 amin turşudursa 1 mol da su. İndi dipeptidin tam hidroliz, 1 molunu tam hidroliz eləmək üçün 18 qram su lazımdır. 4 moluna isə 18 vurulsun 4, yəni 72 qram uyğun cavab olacaq Y variantı. 17-ci sualda amin sirkə turşusunun əmələ gətirdiyi amin sirkə turşusunu aşağıda verib, mRNA 75-dir. Tetrapeptid deyir. Tetra nədir? 4. Düzdürmü? Tetrapeptid bərabərdir 4 amin turşu. Amin turşudan da bir dənə az 3 molda su çıxırıq. Və nisbi molekul kütləsi müəyyən edəndə 4-ü vururam 75-ə, çıxıram 3 mol su nə qədər edir? 54. Buradan hesablayırıq. 150, 150, 300. 300-dən də 50 çıxanda 250, 246 olacaq. Uyğun cavab olacaq D variantı. Getdik 18-ci sualda deyir, molekul necə adlanır? Baxırıq ki, neçə yerdə birləşmə gedib? Bir yerdə, düzdürmü? Bir dənə peptid rabitə varsa, deməli bu dipeptiddir. Bir dənə peptidi varsa, deməli bu 2 dənə amin turşusunun birləşməsindən əmələ gəlib. 2 amin turşu da dipeptid əmələ gətirir. Ona görə də cavab olacaq 18-də B variantı. Keçdik 19. Həmişə amin turşunun sayından bir dənə az olur peptid rabitə sayı və yaxud da çıxan suyun sayı. Zaten peptid rabitə yaranan yerdə də su çıxır. Amin turşudan 1 mol tetrapeptid əmələ gələn zaman ayrılan suyun kütləsi. Tetrapeptid isə deməli 4 amin turşu istifadə olunub, onda 3 mol su əmələ gələcək və bu da 54 qrama uyğun gəlir Y variantı. 20-ci sualda deməli reaksiya daxil olan amin turşunun mol sayı X-dir, tripeptidin mol sayı 3-dür və əmələ gələn suyun kütləsi Y-dir. Deməli əgər tripeptid 3 mol tripeptid əmələ gəlibdir, düzdürmü? Bax, tripeptid bərabərdir 3 mol amin turşu çıxılsın 2 mol da su. Və yaxud da ki, birbaşa olaraq 36 qram su şəklində yaza bilərik. İndi tripeptid 3 moldur. Bu 1 mol tripeptid üçündür. 3 moldursa, reaksiya daxil olan amin turşu 3 vur 3, 9 mol amin turşu olacaq və buradan da 2 yox, 2 dəfə üçün 6 mol su çıxacaq. Yaxud da ki, 36 vurulsun 3 qədər, bu da eləyir 108 qram su. Deməli, ayrılan su, yəni Y olacaq 108, daxil olan amin turşu da olacaq 9. 9 və 108, 20-də cavab olur A variantı. Glisin üçün doğru deyil. Glisin nədir? Amin turşudur da, düzdürmü?
ən ilk nümayəndəsidir. Yəni CH2, NH2, COOH. Və deyir ki, glisin üçün doğru olmayanlar hansılardır? Kalium hidroksidindən reaksiya daxil olur, düzdür. Xlorid turşusundan daxil olur, düzdür. Çünki amfoterik xassədir hər ikisinə. Zülalların tərkibinə daxildir, bəli. Bipolyar ion əmələ gətirmir. Gətirmir, xeyr. Bütün amin turşular bipolyar ionu əmələ gətirir. Səhv olan D variantıdır. Natrium karbonatla reaksiya daxil olur. Bu da doğru variantdır. Keçdik 22-də. Zülallarda peptid rabitəsi hansı maddələrin köməyinə təyin etmək olar? Kuprum SO4 və natrium hidroksidlə peptid rabitəsinin olmasını qırmızı bənövşəyi rəng alır ki, biorit reaksiyası deyirlər. Buna peptid rabitəsinin olmasını sübut edən reaksiyadır. Yəni bu bir doğrudur. Qat sülfat turşusuna təyin reaksiyası yoxdur. Dərsliklərdə elə bir reaksiya verilmir. Və plümbium 2 asetatla da natrium hidroksiddən burada plümbium S çöküntüsünün əmələ gəlməsi ilə orada kükürdün olması yoxlanılır. Yəni peptid rabitəsi bir dənə birinciyə aiddir. Yalnız 1 olacaq 22-də A variantı. 23-cü sual. Növbəti 23-cü sualda demək tripeptid əmələ gələndə deyir 1 mol su ayrılır. Reaksiyaya neçə mol amin turşu daxil olub? Ümumi olaraq sxem belə yazırıq. Tripeptid bərabərdir 3 mol amin turşu çıxılsın 2 mol da su. Əgər 3 mol amin turşu reaksiya daxil olanda 2 mol su ayrılırsa, onda birdən də hər hansı bir x olaraq yazırıq. X də bərabər olacaq 3/2, yəni 1/5. Uyğun cavab 23-də C variantı. 24-cü sualda deməli maddələri verib X, Y, Z olaraq turşularla, əsaslarla reaksiyasını göstərib və buradan uyğunlaşdıracaq. Biz bilirik ki, həm turşu ilə həm əsasla reaksiya daxil olursa, deməli bu amin turşu olacaq bu variantların içərisindən. Yəni Y olaraq amin turşu variantını seçəcəyik. Bir dəqiqə bunu Y variantına gətirək. Deməli Y oldu amin turşu, ona görə də C ya da ki D variantı olacaq. Sonra digərinə baxırıq. X turşularla reaksiya daxil olur. Deməli, əsası xassəlidir. Onda bu turşu olmayacaq. Elə əsası xassəli. Digərdə əsaslarla reaksiya daxil olursa, bu da turşudur. Yəni, uyğun cavab olacaq elə C variantı. Keçdik 25-ci sualda 24,6 qram tetrapeptidin əmələ gəldikdə 5,6 qram su ayrılıbsa, amin turşunun nisbi molekul kütləsini hesablayın. Sxem olaraq eynidir. Yenə yazırıq tetrapeptid bərabərdir 4 amin turşu çıxılsın 3 mol su. Və yaxud da ki 3 mol su yazmayaq, elə qramla yazaq 54 qram su. İndi 5,4 əgər qram su ayrılıbsa, deməli ki 3 mol amin, daha doğrusu 0,4 mol amin turşu reaksiya daxil olub, yəni 10 dəfə azalıb hamısı. Və bu da 0,1 mol tetrapeptid olaraq da bunu yazırıq. İndi bizə deyir ki, tetrapeptidin 0,1 molu 24,6 qramdır. Deməli, 1 molu 246 qramdır. Onda 246 bərabərdir. 4 mol amin turşu çıxılsın 54. Buradan da 4 mol, ümumiyyətlə birbaşa yazım. Amin turşu nəyə bərabərdir? 246-nın üzərinə 54 gəlirəm. Bunu da bölürəm 4-ə. 246-nın üzərinə 54 gələndə 300. 300 də 4 yerə böləndə düşür 75. Yəni, amin turşunun nisbi molekul kütləsi 75-ə bərabərdir. Cavab olur 25-də A variantı. 26-cı sualda zülallar üçün hansı ifadələr doğrudur? Zülallar polipeptiddirmi? Bəli. Yəni, yazın. Polipeptiddirmi? Bəli. Alfa amin turşulardan əmələ gəlib, doğrudur. Polimerləşmədir, xeyr, polikondensləşmə. 1, 2, uyğun cavab D variantı. 27-ci sualda deməli birləşməni deyir beynəlxalq nomenklatura ilə adlandırın. Bu tərəfdən başlayırıq nömrələməyə. 1, 2, 3, burada 4 yazaq da. 3-də amin qrupbası var, 2-də də metil qrupbası var. Onda birinci amini oxuyuruq da. 3 amin, 2 metil butan turşusu. Görək varmı? 3 amin, 2 metil butan turşusu. D variantı uyğun gəlir. Əgər alfa beta ilə nömrələsəydik, bu alfa, bu beta olacaqdı. Deməli, beta metil, beta amin, alfa metil,
və 4 dənə karbonla olacaq yağ turşusu. Burada da elə bir variant yoxdur. Ona görə elə D variantı bir dənə uyğun gələn variantdır. Keçdik 29-cu suala. Deməli, amin turşumuz hər hansı bir X amin turşusunu verib və 1 moluna reaksiya daxil olan maddələrin maksimum mol miqdarı 1 moluna 2 mol kalium OH sərf olunursa, deməli bunun 2 dənə COOH qrupası var. 1 mol H klor sərf olunursa, deməli 1 dənə NH2 qrupası var. Yəni turşu xüsusiyyətləri daha çoxdur. X maddəsi üçün hansı ifadələr doğrudur? Lakmusu göy rəngə boyayır. COH qrupası çox olduğuna görə qırmızı rəngə boyayacaq. 1 yanlış, 2 isə doğrudur. Suda həll olurmu? Bu da suda həll olur amin turşular. 2, 3 uyğun cavab olacaq. Y variantı. 30-cu sualda bizə verib süd turşusu və verib amin turşu. Deyək ki, maddələr üçün ümumi olan nədir? Əsasla reaksiya daxil olması, bəli, süd turşuda natrium OH-la məsələn reaksiya daxil olur, turşu qrupasının turşu xassəsinə görə də və burada da COH qrupasına görə hər ikisi reaksiya daxil olur. Turşularla duz əmələ gətirir, bu amin turşuya aiddir. Suda məhlulda indikatora təsir etmir, bu amin turşuya aiddir. Asimetrik karbon atomu saxlayır. Asimetrik var, məsələn, bu karbon asimetrikdir. Bir tərəfindən H, bir tərəfindən COH, digərindən OH, digərindən CH3. Burada da bu karbon asimetrikdir. H, COH, CH2, CH3. Yəni 4-də fərqli qruplardır. Ona görə hər ikisinə aiddir ki, asimetrik karbon saxlayır. Deməli, 1, 4 uyğun cavab olacaq C variantı. Keçdik 31-ci sualda. Bir karbon atomuna amin qrupu, karboksil qrupu, izobutil, metil radikalı birləşibsə, indi bunu səmərəli üsulla adlandıraq. Okey, bir dənə karbon atomunu götürdük. Amin qrupunu birləşdirdik, NH2, karboksil qrupunu birləşdirdik, COOH, sonra metil radikalını birləşdirdik, CH3 və izobutil də birləşdirdik. Bu da olsun izobutil. CH, CH, CH3, CH3. Aha. İndi amin turşu yarandı. Düzdürmü? Deməli, buradan başlayırıq nömrələməyə. 1, 2, 3, 4, 5. Deməli, 2 ilə 4-də metil radikalları var. Həm də 2-də amin qrupası var. İndi burada alfa ilə, beta ilə olduğuna görə hər iki versiyanı adlandıraq. Birinci, beynəlxalq olaraq adlandırsaq, əgər beynəlxalq olaraq 2 amin, 2, 4 dimetil, pentan turşusu olmalıdır. Amma burada səmərəli üsul deyir, düzdürmü? Onda mən alfa beta ilə və COH-dan sonraki olsa alfa, bu beta, bu gamma da onların tərəfi lazım deyil də. Deməli, bax, alfa, gamma metil var, alfada amin var. Onda amindən başlayalım. Alfa amin, alfa gamma dimetil və 5 dənə karbon olduğuna görə valerian turşusu. Alfa amin, bu yazım özümün də yadımdan çıxmasın. Alfa amin, sonra alfa gamma dimetil, valerian turşusu. Görə variantlardan hansı uyğun gəlir? Burada bir dənədir. Alfa, bu uyğun gəlir. Uyğun cavab A variantıdır. Getdik növbəti 32-ci sualımıza. Amin turşumuz XYZ-dir. Azot atomlarının sayı 1, 2, 2 şəklində verir. Bir molekulda karboksil qrupunda oksigen atomu sayı 2 dənə oksigen atomu bir karboksil qrupunu göstərir. Deməli, bir dənə COOH var. Azot da bir dənədirsə, bir dənə NH2-si var. Yəni 1, 1 nisbətdə. Sonra 2 NH2 burada var. 2 dənə karboksil isə deməli bir dənə də COOH qrupasıdır. 4 oksigen isə deməli 2 mol COOH qrupası, 2 mol da NH2 qrupası. Hansı amin turşunun suda məhlulda neytral mühit yaranır? 2-nin 2-yə nisbətində olan Z-də, 1-in 1-ə nisbətində götürülən X-də. X ilə Z uyğun cavab olacaq 32-də D variantı. Keçdik 33-cü sualımızda. Deməli, maddələri verib X, Y, Z olaraqdan və hidrogen, natrium hidroksid və H klorla reaksiya qabiliyyəti. İndi hər üçü ilə reaksiya daxil olursa, bu təbii ki doymamışdır ki, hidrogenlə reaksiya girir, düzdürmü?
Natrium OH ilə girirsə, bunun turşu xassəsi var. H-xlorla da girirsə, onda bunun həm də əsasi xassəsi var. Onda belə deyək, doymamış amin turşu olaraqdan, məsələn, X maddəsini götürmək olar. Doymamış amin turşu. Sonra başqa nə götürmək olar? Məsələn, H-xlorla zaten doymamışlar birləşmə reaksiyasına da girir də. Amin turşu hidrogenlə girməyəcək. Burada doymuş amin turşudur. Onda mən doymamışı götürürəm, 2-ni götürürəm X üçün. Çünki hidrogeni birləşdirir, H-xloru birləşdirir. Natrium OH-la da COH-na görə reaksiya gedir. Deməli, 2 %100 X-dir. Bu ya da bu. Sonra birinci doymuş birləşmədir. Hidrogenlə təbii ki, reaksiya girməyəcək. Zaten YZ-də heç biri girmir. Amma H-xlorla reaksiya girdiyinə görə bu amin qrupasına görə olacaq. Ona görə də 3 aid olacaq Z-ə. Z 3-dür. Deməli, Y-ə də qalır 1. Uyğun cavab olacaq 33-də B variantı. 34-cü sualımızda, deməli, maddəmiz tripeptiddir və 0,2 moldur. Tam hidroliz üçün lazım olan suyun kütləsi. Tripeptidin 1 moluna, tripeptid bərabərdir 3 mol amin turşu çıxılsın 2 mol su. Yəni 36 qram. Onda yazıram ki, 1 moluna əgər 36 qramdırsa 0,2 molla nə qədərdir? Hər hansı bir X ilə, şərtdə də X ilə verib. Onda 36-nı vururam 0,2'ye. Bu da eləyir 7,2. Uyğun cavab olacaq 34'də B variantı. 35-ci sualda tripeptidin alınması zamanı reaksiya daxil olan amin turşunun nisbi molekul kütləsi 89'dur və tripeptidin reaksiya daxil olan amin turşunun mol sayı isə 0,1'dir. Reaksiyadan alınan tripeptidin kütləsini hesablayaq. Bax, belə yazırıq yenə sxemi. Tripeptid bərabərdir 3 mol amin turşu çıxılsın 2 mol su, yəni 36 qram. İndi belə deyək də amin turşu nisbi molekul kütləsi bu 89 heç. Reaksiya 0,1 mol daxil olub. İndi əgər 1 molunu hesablayıramsa 89'u vurdum 3'ə. Belə də 267. Bundan da 36 çıxanda qaldı 231. Yəni tripeptidin molyar kütləsi 231'dir. 1 molunun kütləsi. İndi belə deyək də 231 qram üçün 3 mol amin turşu sərf olunur. Onda 0,1 mol amin turşu sərf olunursa tripeptidin kütləsi nə qədər olar? 231'i vururam 0,1'ə, bölürəm 3'ə. Bu da eləyir 7,7 qram. Yəni uyğun cavab olacaq 35'də B variantı. Keçdik 36-cı sualda. Eyni amin turşudan tetrapeptid əmələ gəlib. Onda nə yazıram? Tetrapeptid bərabərdir 4 amin turşu çıxılsın 3 mol su. İndi deyək ki, ayrılan suyun kütləsi amin turşunun reaksiya daxil olan kütləsinin 18%'dir. Amin turşunun bir dəqiq ayrılan suyun kütləsi, yəni 54, 18%-dirsə, bunun 100%-i də amin turşunun reaksiya daxil olan kütləsidir, yəni 4 mol amin turşu. Buradan ixtisar eləyək 3-1, 4 mol amin turşu bərabərdir 300'ə, amin turşunun nisbi molekul kütləsi isə olacaq 75 və bizdən soruşur ki, tetrapeptidin nisbi molekul kütləsini müəyyənləşdirin. Gətirib bu düsturda yerinə qoyaq. Tetrapeptid bərabərdir 4 vur 75, yəni 300 çıxılsın 54. Bu da neçə edir? 300'dən çıxdım 54'ün, qaldı 246. Uyğun cavab olacaq 36'da A variantı. Keçdik 37-ci suala. Demək, tərkibində 1 amin, 1 karboksil qrupu olan amin turşular. Monoamin, monokarbon turşudur. Nisbi molekul kütləsi A və A plus 14 yazıb. Yəni biri Y X-dən bir CH2 qrupu qədər çoxdur. Çünki 14 qram fərq bir CH2 qrupunu göstərir. Yəni Y bərabərdir CH2 və plus X qədər. İndi amin turşuların növbəli düzülüşündən əmələ gələn tetrapeptidin kütləsini hesablayacağıq. İndi baxın, tetrapeptid deyəndə X, Y dipeptid. Üzərinə gəldim X, Y, bu da oldu 4 dənə amin turşu birləşdi, əmələ getdi tetrapeptid. Nisbi molekul kütlələri bu A'dır, bu birisi A plus 14'dür.
Bu A'dır. Bu da A plus 14'dür. Onda tetrapeptid nə olacaq? 4 amin turşu çıxılsın 3 mol da su. Düzdürmü? İndi 4A üstə gəl 28 və çıxıram 3 mol su, yəni 54. Nəyə bərabər olur? 4A çıxılsın 54-dən 28 çıxanda 26. 4A çıxılsın 26. Uyğun cavab da olacaq 37-də A variantı. Keçdik 38-ci suala. Amin turşunun maliyyə kütləsi A'dır. Tripeptidin və tetrapeptidin maliyyə kütlələrini verib. İndi baxaq, bax, tripeptid bərabərdir, yəni B bərabərdir. 3 mol amin turşu 3A çıxılsın 2 mol su, yəni 36. Sonra tetrapeptid, yəni C bərabərdir. 4 mol amin turşu, yəni 4A çıxılsın 3 mol da su, yəni 54. Deyir, hansı münasibət doğrudur? Aha. İndi məsələn B bərabərdir 3A çıxılsın 36. Bu münasibət doğrudur. Düzdürmü? C də bərabərdir 4A çıxılsın 54. Burada 4A çıxılsın 72 yazıb. Bu yanlışdır. 2 getdi. 2 olan variantları da aparırıq. 1 ya 3 ya da 1 4. İndi C minus B deyir A minus 18'e bərabərdir. C minus B. Bax 4A'dan 4A minus 54'dən çıxıram. 3A minus 36'nı üstə gələcək də. İşarə dəyişəcək. Bu da nə qalır? A çıxılsın 18. Burada sadəcə 18 yazıb. Ona görə 3-cü variant doğrudur. A minus 18. 1, 3 uyğun cavab olacaq 38'də A variantı. Keçdik 39-cu suala, artıq açıq suallardır. 1 mol polipeptid makromolekul əmələ gəlində 900 qram su ayrılır. Molekulda olan peptid rabitə sayını. Peptid rabitə sayı elə belə deyək də suyun mol sayı ilə eynidir. Neçə mol peptid rabitə əmələ gəlirsə, məsələn amin turşu birləşir. Bunların birləşdiyi yerdə peptid rabitə əmələ gəlir və bunların birləşdiyi yerdən də su çıxır. Zaten peptid rabitə suyun çıxması ilə yaranır. Ona görə 900 qram su, yəni neçə mol su eləyir? 900-ü bölürəm 18-ə. Deməli 5, 90, 0 da gəlsə bura 50 mol. 50 mol peptid rabitəsi var. Yəni cavab olacaq 50, 39-cu sualda. Keçdik 40-a. Molekulunda bir amin, bir karboksil qrupu olan amin turşulardır. Əmələ gətirdiyi dipeptidin molekülər kütləsi 132 A'dır. Yəni bu 132 nəyə aiddir? X ilə X birləşsə amin turşu 132 verir. Y ilə Y birləşəndə 160 verir. Ortada isə X ilə Y-in əmələ gətirdikləri amin turşudur. İndi buradan necə yazırıq? Deməli dipeptid deyir də. Dipeptid nəyə bərabərdir? Buradan birinci sistemi yazıram. Dipeptid bərabərdir 2 amin turşu çıxılsın 18. Düzdürmü? Onda 132, yəni dipeptid bərabərdir 2x 2x çıxılsın 18. Buradan da x nəyə bərabər olacaq? 132-nin üzərinə 18 gəlirəm. Bunu da 2-yə bölürəm. X bərabər olur 75-ə. İndi y-i eyni qayda ilə tapıram. 2y çıxılsın 18. Buradan da y nəyə bərabərdir? 160-ın üzərinə 18 gəlirəm. Bunu da bölürəm 2-yə. Bu da elədi 89. Onda A nəyə bərabər olacaq? 75 üstə gəl 89 və çıxılsın 18. 89 ilə 75-i cəmləyəndə elədi 164. Buradan da 18 çıxanda qalır 146. Deməli A bərabər olur 146-ya doğru ifadədir. X amin sirkə turşusudur. Amin sirkə 75 olan glisindir. CH2, NH2, COOH və 89 olan alanindir. Bu da CH3, CH, NH2, COOH. X amin sirkə turşusudur. Doğru ifadədir. Y 2 amin butan turşusudur. 2 amin propan turşusu olmalıdır. Propion turşusu ya da X-in suda məhlulu neytral mühitdir. Hər ikisi neytraldır. Çünki bir amin, birdən də karboksili var deyir.
Bu doğrudur. Y-in izomeri yoxdur. Y hansıdır? Y-in izomeri var. Məsələn, mən indi alfa yazmışam. NH2-ni götürüb buradan yazsaydım beta olacaqdı. Yəni bunun izomeri var. Ona görə də 1, 2, 4 oldu uyğun cavablar. Keçdik növbəti 41-ci sualda. Bir karbon atomuna, indi yazaq bir-bir. Bir karbon atomuna bir amin qrupu NH2, bir karboksil qrupu, hidrogen atomu və metil radikalı. Nə oldu? Alanin, alfa alanin. Əmələ gələn maddə hansı hallarda doğru adlandırılır? 2 amin propan turşusu doğrudur. Beta amin yox, alfadır. Alfa alanin doğrudur. Amin metil sirkə. Amin metil bir də sirkə turşusu. Bu da doğru adlandırmadır. Sonra glisin yox, alanindir. Bu da yanlışdır. Deməli 1, 3, 4. 1, 3, 4 oldu. 41-də doğru variant. Keçdik 42-ci suala. Böyük bir sualdır. Deməli, Euler-Venn diaqramında və amin turşuları verir. Deyir, ifadələri uyğun olaraq Euler-Venn diaqramında qeyd elə. Molekulunda asimetrik karbon atomu var. Asimetrik, burada məsələn görək asimetrik varmı? Hidrogen, CH3, CH2, NH2, COH bunun varıdır. Bura baxsam, hidrogen, NH2, CH3, COH hər ikisinə aiddir. Ona görə A-nı yazıram ortaya. Sonra B-yə baxıram, zualların tərkibinə daxildir alfa olan. Bu alfa, beta. Bu betadır, bu isə alfadır. Ona görə də NH2 alfaya birləşdiyinə görə 3-ü götürürəm B. Sonra üçlü karbon atomu var. Üçlü karbon, yəni 3 dənə karbona. Bax, məsələn, bu karbon üçlüdür. Amma digərində burada ümumiyyətlə üçlü karbon yoxdur. Ona görə C-ni aid edirəm bura. Beta amin turşudur, bu da bura aiddir. Və suda məhlulu lakmusun rəngini dəyişmir. Heç bir dəyişməyəcək, çünki arasında bir COH, bir NH2 var. Ona görə hər ikisinə aiddir Y variantı. C, D, A, Y və B olaraq uyğunlaşdırmış olduq. 43-cü sualda, deməli, hansı halda amin turşunun adı doğru verilmişdir? Bir neçə cürə adlandırma ilə veriblər. Deməli, amin etan turşusu, amin propan turşusudur. Deməli, bu yanlış. Alfa amin propion turşusu, bəli, alfadır və propion turşusu. Bu doğrudur. İkinci doğru. 2 amin propan turşusu, bu da doğru. Beta amin propion, bu da yanlış. Deməli, 2 ilə 3, 43-də doğru variantdır. 44-cü sualda A. Deməli, amin turşunun di və tetrapeptidinin, di və tetra, nisbi molekül kütləsi cəmi 462-dir. Deməli, dipeptid bərabərdir 2 mol amin turşu çıxılsın 18. Tetrapeptid isə tetrapeptid bərabərdir 4 mol amin turşu çıxılsın 3 mol su, yəni 54. İndi bunların cəmi bizə nə verir? 6A çıxılsın bunların cəmi 72. Bu da bərabərdir 462-yə. 462-dən üzərinə gəlirəm 72-ni. 534. Bunu da 6-ya böləndə amin turşunun nisbi molekül kütləsi olur 89. Uyğun cavab oldu 89. 45-ci sualda deyir, uyğunluğu müəyyənləşdirin. Glisin molekulunda reaksiyada iştirak edən qrup. Glisini birinci yazaq. Glisin ən ilk nümayəndədir amin turşu üçün. COOH. Reaksiyada iştirak edən qrup yalnız amin qrupu olarsa, yəni əsas xassəsinə görə. Əsas xassəsinə görə əgər sortlaşdırırıqsa, onda turşularla reaksiyasını götürməliyik. Xlorid turşusu ilə məsələn. Buna aid edirəm C. Sonra yalnız karboksil qrupu ilə bu turşu xassəsini göstərir. Məsələn, efirləşmə, sonra polkondensləşmə hər ikisinə aiddir. Həm amin, həm karboksil bir yerdə. Sonra natrium karbonatla reaksiya. Natrium karbonatla reaksiyası bunun karboksil qrupunu, yəni turşu xassəsini göstərir. Turşu karbonat turşusunu sıxışdırıb çıxarır. Turşu xassəsinə görədir. Bu da D variantı getdi bura. Daxili duz bipolyar yönü bu amin turşuların ümumi hər ikisi bir yerdə olmalıdır. Y variantı da aid olur bura. C, A, D, B, Y şəklində də uyğunlaşdırdıq və sonuncu sualımız.
Deməli, CH5CO natrium üzərinə sulfat turşusu gəlirik. Görürük ki, buradan natrium sulfat çıxıb, düzdürmü? Natrium sulfat çıxıbsa, deməli, bunun əvəzinə H gəlib. Düzdür? Oldu CH5COOH. Buradan yazaq CH3, CH2, COOH. Xlor əlavə olunanda xlor alfa vəziyyətdəki karbonla əvəzlənir və əmələ gətirəcək CH3, CH xlor, COOH. Bu da oldu Y maddəsi və üzərinə 2 mol amonyak əlavə edirik. 2 mol amonyak əlavə edəndə deməli 2 mol amonyakla bax, amonyakın biri xloru aparır, NH4 xlor və digər isə xlorun yerinə birləşir. Onda olacaq CH3, CH, NH2, burada da COOH. İndi burada NH4 xloru verib elə. NH4 xloru verib, onda bunu yazmayaq bura. Z maddəmizdə oldu amin turşu. İndi Z maddəsi üçün doğru olan ifadələri seçin. Suda həll olmayan ağ kristal maddədir. Amin turşular suda həll olan maddələrdir. Ona görə bu yanlışdır. Elektrolitdir, bəli, doğrudur. Alfa alanindir, bəli. Optiki aktivdirmi? Bəli. Üçüncü karbon atomu asimetrikdir. Xeyr, ikinci karbon atomu da asimetrik olan. Suda məhlulu əsas xassədir, amfoter xassədir. Bu da yanlışdır. Deməli 2, 3, 4 oldu doğru variantlar.